Bunu prosedür maraqlarından və sivil formalarımızda Və təbii ki, mən böyük məmnuniyyətlə Azərbaycanın Qədim Mədəniyyət Mərkəzi Ədəbiyyat Paytaxtı görkəmli şəxsiyyətləri ilə hər zaman fəxr etdiyimiz dünyanın ən ulu, ən şöhrətli poeziya beşiklərindən biri qədim möhtəşəm Şamaxıda əziz qonaqlarımızı Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, hörmətli, dəyərli Şahin Qədri və onun komandasını mən sərin qəlbdən sağlayıram. Qədim Şamaxıya xoş gəlmişsiniz deyirəm. Və təbii ki,
gözəl Şamaxı dünya mədəniyyət vəziyyəsinə çox böyük qahidət bəxş edir. Şamaxı həm mədəniyyətimizin, həm incəsənətimizin, həm ədəbiyyatımızın paytaxtıdır. 1000 ildən yuxarı da tarixin səhnəsində ad oynatmış Şirvan şahlarının paytaxt şəhəridir. Bugün də Şamaxımız gündən-günə inkişaf edir. Şamaxı öz intibah dövrünü yaşayır, bütün sahələr üzrə, bu sahələrdə hər kəsə uğurlar edir və böyük məmnuniyyətlə sözü hörmətli Şahin müəllimə. Buyursun. Mən dedim, bəlkə sildiyə belə onu sizdə. Çox təşəkkür edirəm, Şahin müəllimə. Bu gəldiyin müasir gözəl Şamaxımızda sizi belə xoş əhval-ruhiyyə ilə qarşıladığınıza görə, bu gözəl qadimiyyətinizə görə sizə və bu zalda iştirak edənlərə öz təşəkkürümüzü edirəm. Yayın bu isti vaxtında belə bir tədbir belə görüşə bildiyinizə görə mən həm də gözəl Şamaxımızın nə qədər dəyərlidir, xalqımız üçün, dövlətimiz üçün nə qədər dəyərli bir məkan olduğunu bir daha şahidi oldu. Çünki bütün dünyaya səssalan böyük şəxsiyyətlər hər zaman Şamaxı, bizim Şamaxı diyarımızdan çıxır, bizim formalaşmağımızla böyüyərkən, həyatda ilk addımlarımızı atarkən Şamaxıdan çıxan böyük şəxsiyyətlərin əsərlərini üçün müsahidə edilmişik. Ən böyük dövlətlərimiz Şamaxı ərazisinə qurulur, Azərbaycanın əsasən qədimdən elə Şamaxı ilə bağlı bir yerdir. Mən ilk öncə istəyirəm ki, biz həm ümumilli liderimiz Heydər Əliyev və cəmi şəhidlərimizin ruhunu bir dəqiqə sübutda yazılır. Allah rəhmət. Allah rəhmət. İlk öncə istəyirəm ki, mən təşkilatımız haqqında sizə məlumat verim. Zirvə mədəniyyəti 2010-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu vaxta kimi bizim təşkilatımız milli mənəvi dəyərlərimizi həm Azərbaycanın bütün güşələrində, eyni zamanda xarici ölkələrdə milli mənəvi dəyərlərimizin təbliği ilə məşğuldur. Bizim təşkilatdan öncə mən başqa digər Məzdur Köçün, Qasım Məzdur Köçün Gənclər Təşkilatının təhsillərinə bir olmuşam. Yəni biz uzun illər Məzdur Köçünlərlə, Qasımlarla da işlər aparmışıq. Təşkilat müxtəlif yönümlü ciddi layihələr həyata keçirir. Bizim təşkilatımızın üzə çıxartdığı artıq elə gənclərimiz var ki, cəmiyyətimizdən, mədəniyyətimizdə kifayət qədər aksan qazanmış, ölkəmizi xarici dövlətlərdə, ölkələrdə layiqincə təmsil edən gənclərimizə, insanlarımıza çevrilmişdir. Təşkilatımız eyni zamanda təkcə müasir gənclərimizin üzə çıxması ilə deyil, həm də tarixi abidələrimizin bərpası ilə bağlı işlər aparır, müxtəlif məktublar alırıq bölgələrdən, yerlərdən və bu tarixi abidələrimizin bərpası ilə bağlı nazirlərimizə müraciət edirik. Müxtəlif yerlərdə yerli icra strukturlarında bununla bağlı biz məsələlər də qaldırırıq ki, tarixi abidələrimiz bitir baxmasın. Bu layihə ilə bir neçə kəlmə özüm haqqında da deyim ki, mən bu təşkilatın təsisçilərindən birisi ali təhsil almışam, birinci Qarabağ müharibəsi iştirakçısıyam, 2001-ci ildə Azərbaycan yazıları qurulmuşduyam. Kitablarımız həm burada xaricdə yayılmaqdadır və biz istəyirik ki, uğurlarımızın ənənələrini davam etdirək. Özüm Laçın rayonunda doğub böyümüşəm, orta məktəbi Bakıda bitirmişəm və bu Şamaxı şəhərindən çoxlu tələbə yoldaşlarım oldu, dostlarım olub. Hər zaman təhsildə də qabaqcıl oldular Şamaxıdan olan bizim dostlarımız, universitetdə də oxuyanlar. Bu torpaqdan, bu diyardan hər zaman təhsil insanlar dostluq yoldaşdır. Layihə ilə bağlı
mədəniyyətimizi xarici ölkələrdə təbliğ etmək məsələsi qoyuruq. Buradan gedirik ki, xarici ölkələrdə hansısa bir mərkəzlərdə 10 nəfər, 5 nəfər tarixi abidələrimizlə bağlı, Qarabağda dağıdılmış abidələrimizlə bağlı məsələləri qaldıranda baxır. Mən düşünürəm ki, biz həm çox maliyyə sərf edirik, həm də bəzən olur ki, təyinatı üzrə insanları maarifləndirə bilmirik. Bizim ölkəmizdən çox maraqlı olmayan insanlara bəzən təbliğatımızı aparsaq da düşünürəm ki, bunun bir o qədər effekti olur. Amma bu layihəni düşünərkən, təqdim edərkən qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə, mən oranın rəhbərinə də Aygün xanıma, xüsusən Prezident aparatının qeyri-hökumət təşkilatlarla iş şöbəsinin rəhbəri Ural müəllimə də öz təşəkkürümü bildirirəm ki, bugün sizinlə görüşümüzün mümkün olmağında bunlar bizə dəstək olmuşdular. Onun fürsətdən istifadə edib, bunu da qeyd etməli olur. Yəni, bu layihədə biz düşünürük ki, ölkəmizə dünyanın hər bir yerindən turistlər gəlir, axın edirlər. Şamaxı qədim Şamaxımızla bağlı, biz bu yerlərin tarixi abidələrlə bağlı, insanları ilə bağlı məlumat almaq istəyirlər. Elə onlar gəlmişkən biz bu layihələri elə bu yerdə həyata keçirək, insanlarımızı maarifləndirək, xüsusən mədəniyyət sahəsində çalışan insanlarımızı bu sahədə maarifləndirək ki, xaricdən gələn qonaqlara bizim tarixi yerlərimizi, tarixi həqiqətlərimizi, təkcə Şamaxının deyil, Azərbaycan haqqında, tarixi həqiqətləri haqqında biz bu məlumatlarımızı verək. Siz özünüz də gözəl bilirsiniz ki, Azərbaycanın ən tarixi nadir sənət nümunələri dünyanın əksər muzeylərində saxlanılır. Avropanın muzeylərində, Amerikada, yəni muzeylərdə saxlanılır. Bizim nənələrimizin, babalarımızın əl işləri, göz-nuru. Özünüz gözəl bilirsiniz ki, daşınmaz abidələrimiz var, eyni zamanda daşınar abidələrimiz var. Yəqin siz özünüz də yaxşı bilirsiniz ki, daşınmaz abidələrimiz, qurqanlarımız, məscidlərimiz, tarixi şəxsiyyətlərimizin o abidələridir, yəni şəhərlərimizdir. Eyni zamanda o şəhərlərimizdə olan müxtəlif tikintilərdir, qədim tikintilərdir, daşınmaz abidələrimizdir. Əlavə edeyim ki, biz bundan öncə Şəki şəhərində iş tədbirimizi keçirdik, orada çox maraqlı insanlarla tanış olduq. Biz yerlərdə hər zaman layihələr icra edərkən, həm də yerlərdə biz növbəti layihənin mövzusunu düşünürük. İsmailiyədə keçirdik, ondan sonra da yekun tədbirimizi Şamaxıda keçirdirik. Düşünürəm ki, siz Şamaxı ilə bağlı mənim məlumatım bir o qədər çox olmaya da bilər. Siz özünüz də elə bu tədbirimizdə fəal olaq, mən də sizdən maariflənib, bir-birimizlə maariflənib. Ola bilər elə tarixi abidələr var ki, dağılmaq üzrədir. Bu çəkilişi də mən qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyinə təqdim edirəm. Eyni zamanda bu YouTube-a yerləşdirilir. Mədəniyyət Nazirliyi ilə də sıx əlaqələrimiz var. Onların da diqqətinə çatdıracağıq ki, yəni bu rayonumuzda buğurlarımız var, görüləsi bu işlərimiz var. Bu çox yaxşı olar ki, siz də elə bu tədbirimizdə yaxından iştirak edəsiniz. Bizim mədəniyyətimiz o qədər zəngindir ki, özü çox gözəl bilir ki, 30 il düşmən bütün günü sərf elədi ki, bizim torpaqlarımızı özüncüləşdirsin. Amma bu böyük şəxsiyyətlərimizin, Şuşa qalasının qurulması, Qarabağın tarixi abidələrinin olması buna düşmənə fürsət vermədi ki, bizim torpaqlarımızı özüncüləşdirə bilsinlər. Çünki orada Natəvanın, Üzeyir Hacıbəyovun, Əhməd Ağaoğlu'nun saymaqla bitməz Qasım bəy Zakirin hələ şəxsiyyətlərimizi deyirik. Bunların məkanını necə düşmən özüncüləşdirə bilər? Şamaxıda həmçinin Qarabağ kimi belə bir zəngin yerlərimiz təqdir edir. İnsanlarımız düşünür ki, indiyənə kimi mədəniyyət yaratmış bir xalq, yenə də bizim gənclərimiz çıxır, insanlarımız var ki, bizim mədəniyyətimizi yaşadır, inkişaf edətdirir. Mədəniyyətimiz həm də bizim diplomatiyamızdır. Bəzi xalqlar öz tarixi ilə bağlı müxtəlif uydurmalar üzə çıxardır, rüyalar qədimdilər. Amma bizim tariximiz o qədər zəngindir, qədimdir. Elə bizim abidələrimiz hər biri bir canlı əfsanə olaraq
dünya zar çəkir ki, biz hansı mədəniyyətə, hansı səviyyə malik bir xalq. 45 günlük müharibədə də bizim birliyimiz, Ali Başkan komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə bizim xalqımız birləşdi, bir oldu və özünün mədəniyyətinə, tarixinə, torpağına sahib çıxdı. Və biz torpaqlarımızı cəmiş şəhidlərimizin və qazilərimizin sayəsində biz Ali Başkan komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı azad etdik və 21-ci əsrin müharibəsini apardık. Biz Qarabağ müharibəsindən sonra sözlə görürsünüz ki, dünyada nə qədər hadisələr sürətlə davam eləməyə başladı. Biz dövlət kimi bugün kiçik görürsək də, amma biz xalq olaraq çox böyük xalqıq, böyük millətik və bu böyüklüyümüzü biz dünya bir daha mədəniyyətimizdən zar çəkmişik, həqiqətlərimizi və bundan sonra da biz istəyirik ki, Azərbaycan haqqında həqiqətlərdir bir daha dünyanın diqqətinə çatdıraq. Ölkəmiz çox artıq dünyada qəbul olan dövlətdir. Elə bir yerdə yerləşmişik ki, təbii ki, bura ölkəmizdə iştahı olan ölkələr də çoxdur, dövlətlər də çoxdur. Bizim vətənimizin böyüklüyünü qısqananlar, qələbəmizi qısqananlar az deyil. Qələbəni də, dövləti də qoruyub saxlamaq mədəniyyətimizlə bağlı hər birimizin, insanlarımızın da borcudur. Şamaxı insanı həmişə Azərbaycanın qabağında gedib, ziyalı insanlar yetişdirib Azərbaycanın çəkişönlərini kimi. Mən Rafael müəllimlə telefonla iki dəfə tanış oldum. Rafael müəllimlə o rəvan səsi, o məlumat səsini işləyəndə mən düşündüm ki, bizim tədbirimiz də çox gözəl alınacaq. Çünki rəhbər yerində olanda, rəhbər şəxslər yerində olanda orada işləmək də çox rahat olur. Hədəfimizi biz daha tez hədəfimizə nail ola bilirik. Bizim xalqımızın həmişə ziyalıları uzalır. Az miqdarda olsa belə bizim xalqımızı hər zaman qabaqsız ziyalılar uzaldılır. Burada da baxar çox gözəl simalı bizim ziyalılarımız əyləşirdik. Mən indi tədbirimizin gedişatında da yenə sizlə biz söhbətimizi davam elətdirəcəyik. Bir az mən istəyərdim ki, bizim burada müasir sənətkarımız buradadır. Həm fikirlərinizi bildirərdiniz, həm də bir tədbirimizə dirək çıxar. Aşıq İxtiyar. Buyur. Mən də qonaqlarımızı salamlayıram, bütün tədbirçilərimizi salamlayıram. Bugünkü bu tədbirə mövqeyə uyğun istəyərdim ki, bir ruh havası olan, qədim tarixə köklənən Şah İsmail Xətainin vaxtından yaranan gözəl bir ruhani havasını
çiçəkdən xalları toxunur, elə bir ki, süzüləcək bal görüm, aşk dərdim alım yuhan çatır. Divanədə ustad yeri, söz yeri, unut dərdi bu həsrətdə qal görüm. Aşk dərdim alın, yuhanı saldır. Görünən ruh qalıqdır, zilpərdən də vur ki, xal görür, aşk dərdin alın, yuhanı çalır. Bir atanın həsrəti, düşmənlərə alovlanan nifrəti, ay ixtiyar, sən də yara yara zülmətli, qoyma qalsın sabahları lav görüm, aşk dərdin alın, yuhanı çalır. Çok sağ olun. Sen teşekkür ediyorsun. Ve talibimiz devam ediyor. Ona dikkatinize çatdırım ki, eğer kimin burada eyleşenler belə olar ki, hamısı medeniyet işçilərdir, medeniyet insanlardır, incəsənət işçilərdir. Yəni, mövzu ilə bağlı nə kimi suallarınız olsa, bu suallarınızı bizə ünvanlaya bilərsiniz. Mən istərdim ki, dəyərli Şahin müəllim və dəyərli qonaqlarınızda təbii iştirakçıların diqqətinə çatdırım ki, bizdə hal-hazırda bir halaki söhbət bizim tarix və mədəniyyət abidələrindən, milli mənəvi dəyərlərimizdən söhbət düşdü. Bunu diqqətinə çatdırım ki, Şamaxı rayonunun ərazisində dövlət mühafizəsinə götürülmüş 75 abidə var və 28 abidə də yeni aşkar olunub və bu istiqamətdə iş bununla davam edir. Çünki arxeoloji qazıntı işləri rayonumuzun ərazisində uğurla aparılır və onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən böyük vəsait ayrılır və həmin vəsait əsasında da Şamaxının Cümə Məscidi, 743-cü il ayrılan Cümə Məscidi əsaslı şəkildə təmin olunur, yenidən qurulur.
ki, Heydər Əliyev Fondunun tolerantlığı ünvanı Azərbaycan layihəsi çərçivəsində aparılır. Bunu da diqqətinizə çatdırım ki, hər gün bir ənənə olaraq 500 nəfərdən yuxarı elə tək xarici qonaq gəlir. Şamaxının Cümə məscidi ziyarət etməyə, Şamaxının Cümə məscidinə baxmağa. Və Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə dahi şairimiz, filosof şairimiz İmadəddin Nəsiminin qardaşı Şaxəndanın türbəsi, əlbəttə ki, bilirsiniz ki, Şaxəndan da qardaşı Nəsimi kimi şair olub, sufi olub, dövrünün görkəmli şairlərindən qurulub, həm də qardaşı Nəsimi ilə birlikdə çox böyük bir musiqi məclisi yaradılar, Məclis Əşşuara, musiqi və poeziya məclisi. Və Şaxəndanın türbəsi də onun ətrafında avallıq işləri aparılıb, türbənin ətrafında, türbənin özündə də xarici qonaqlar, xarici mütəxəssislərin iştirakı ilə əsaslı şəkildə konservasiya bərpa işləri aparılır. Bundan əlavə, bilirsiniz ki, bir saat sonra ziyarətgahı Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa olunub, xanəgahdır, xanəgah da bilirsiniz ki, həm orada dindarlar, həm orada yaşayırlar, həm də orada dini təlimlər keçirlər, dini sirlərini öyrədirlər. Və həmin ərazidə də böyük bir məscid kompleksi yaradılır. Xəlvətlik təriqətinin banisi, Xəlvətlik təriqətinin birinci piri Pir Ömər Sultan ziyarətgahı da həmin abidədə də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə əsaslı şəkildə konservasiya işləri, bərpa işləri aparılır. İndi də hal-hazırda Kələxana Türbələr kompleksində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Kələxana Türbələr kompleksi əsaslı şəkildə türbələrdə bərpa konservasiya işləri aparılır və bu istiqamətdə də iş uğurla davam edilir. Yəni dövlətimiz, dövlət başçımız yüksək səviyyədə mədəniyyətin, incəsənətin inkişafına yüksək səviyyədə diqqət qayğı göstərir. Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva bizim demək olar ki, mədəniyyətimizin, incəsənətimizin xaricdə təbliğ olunmasında çox böyük fədakarlıq, əzmkarlıq göstərir və bizim mədəniyyətimizin, incəsənətimizin inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına, bərpasına yüksək səviyyədə diqqət qayğı göstərir. Mən hələ ki, bu qədər yenə lazım olsa müştərilər olsun. Teşekkür ederim. Efendim, çok maraqlı məqamlara toxundunuz. Bizim üçün də xoş görüşür, bir qədər quruculuk işləri aparılır Şamaxı rayonunda. Mən bayaq qeyd eləmişdim ki, bizim təşkilatın layihənin əsas məqsədi ölkəmizə daxil olan turistlərlə işləməkdir. Həqiqət bizim ölkəmizdən bağlı həqiqətləri çatdırmaqdır, tarixi abidələrimizi, məsələn, turizm üzərindən təşviq edilməkdir. Yəni, onsuz da bunlar gəlirlər bura ölkəmizə, yerlərdə o insanlarımızın əl işləridir, tarixi abidələrimizi əks etdirən kiçik xalçalar da ola bilər, dururlar da ola bilər ki, yəni Azərbaycanın adından bunları təbliğ aparmaq. Amma qeyd edeyim ki, bizim ölkəyə daxil olan turistlərin əksəriyyəti də xoş. Əksəriyyəti deyəndə bəziləri ola bilər ki, xoş niyyətlə daxil olmayanlar da olur. Bundan öncəki tədbirlərimiz də belə məsələlərlə rast gəldik. Məsələn, gəlirlər müxtəlif yerləri görkənirlər turist kimi, sonra gəlir bura müxtəlif yeraltı xəzinə axtarırlar, müxtəlif elə onlardan saxlanılanlar olur. Yəni, ola bilsin ki, buna da elə turistlər gəlmiş olsunlar. Bizim torpağımız zəngindir, burada qədim dövlətlərimiz olubdur və ərazilərdə İsmail arasında Cavanşir qalası var. Yəni, qızıl axtarırlar, müxtəlif tarixi abidələri tapıb aparıb, gizlicə aparırlar. Yəni, bu cəhətdən də biz çox ayrıq olmalıyıq. İndi mənim qeyd elədi, sizlə də biz çox xoş olar ki, biz də sizi tanıyaq, burada gözəl baxıram ziyalılarımız əyləşibdir, həm özünüzü təqdim edəsiniz, həm siz burada turizmlə bağlı, bu mədəniyyətimizlə bağlı nə iş görürsünüz ki, biz məlumatların çəkki artıq o cür təmir olunmuş, yüksək səviyyə çatdırılmış mədəniyyət mərkəzlərimiz var.
ölkəmizə daxil olan turistlərin həm də oradan Bakıdan həmin ərazilərdə ekskursiyasını təşkil edərkən artıq bilək ki, biz bu kataloqunu hazırlayarıq, bilək ki, hansı yerlərdə hansı abidələrimizi göstərə biləcəyik. Belə abidələr var ki, onlar bizim hələ tam qaydasına deyil, onun dağılmış formada da biz onu kiməsə təqdim edəməyimiz düzgün olmazdır. Amma Qarabağdakı abidələri təbii ki, düşmən dağıdır. Biz onları gələn turistlərə də təqdim edirik ki, həm əvvəlki vəziyyətini göstərir, həm də yeni vəziyyətini təqdim edirik ki, yəni bizim tarixi abidələrimizə qarşı düşmən bu qədər lazım edib. Biz bir insanın, ölkənin mədəniyyətini məhv edirlər ki, insanların məhv edəsin. İnsanların biz həm də milli ruhda yetişdirilməli, yəqin ki, təhsillə əlaqəli bizim mədəniyyət sahəsi insanları da iş aparmalıdır ki, gənclərimiz, yeniyetmələrimiz bizdən sonra vətən haqqında, tarixi abidələrimiz haqqında məlumatlı olsun. Bu internet və sosial şəbəkələr çıxdıqdan sonra baxırıq ki, əsər gənclərimiz bizim tarixi mədəniyyətimiz sahəsində biraz